Bismillahirrahmanirrahim. Əziz izləyicilərim, xeyli vaxtı mən sizdən görüşə bilməmişəm. Üzrlü hesab edin. Buna səbəblər var idi. İnşallah bugün söhbətimizi davam etdirərik. Mən bugün sizinlə Gürcüstan barədə danışmaq istəyirəm. Gürcüstanın Azərbaycana münasibəti və Gürcüstanın Azərbaycandan müxtəlif hiyləgər yollarla mənimsədiyi torpaqlar və Gürcülərin bizə qarşı olan xoşagəlməz münasibəti. Bildiyiniz kimi Gürcüstanın bayrağında 4 hissədən ibarətdir. Hər hissəsində də xaç var. Nəzərə alsaq ki, bizim orada qardaşlarımız yaşayır, özü də müsəlmandırlar. Eyni zamanda bizdən başqa da orada müsəlman Çeçenlər var. Müsəlman Abxazlar var. Yəni müsəlmanlar var. Amma bunlar götürüb bütün Gürcüstanın bu ərazisini xristiyan bir məmləkət kimi göstərirlər. Bu olduqca qorxulu bir şeydir. Və bu gələcəkdə bu müsəlman əhalisinin başına açıla biləcək müsibətlərin elə bil ki tramplinidir, başlanğıcıdır, start noktasıdır. Ona görə mənə elə gəlir ki, Azərbaycan alimləri və yaxud da siyasətçiləri və yaxud da ki hökuməti tələb eləməlidir ki, sənin ərazində müsəlman əhalisi var, niyə aypara yoxdur? Özü az da deyil, müsəlman əhalisi az qalır Gürcüstan əhalisinin 1/3, bəlkə də 4/3-ünə bərabərdir. İkinci bir tərəfdən Gürcüstanın olduqca qonşuluğa yaraşmayan bir münasibəti var bizə qarşı. O da bizim vaxtilə tarixdə, keçmişlərdə Azərbaycanda hakimiyyətdə olmuş hakimiyyətlərin hansı bir səbəbdən obyektiv və ya obyektiv olmayan bir səbəbdən bizə məxsus ərazilərin, Oğuz torpaqlarının Gürcüstana verilməsidir. Bu da ki təsadüf edir Atabəylər dövləti vaxtına. Atabəylər dövləti Gürcüstanın Xərəşnə şəhərini, orada içəridə çıxan bir qarışıqlıq ucbatından istifadə edən Gürcü çarı hücum edib Xərəşnə şəhərini alır, mənimsəyir. Oradakı Azərbaycanlıları demək olar ki, ağıllandırır ki, siz bir-birinizlə didişdiniz, mən də gəldim, aldım. Və o şəhərin adını dəyişdirib qoyurlar Tbilisi. O Tbilisi şəhərinin əsil adı, tarixi adı Xərəşnə. Səhv eləmirəmsə bu ya Cahan Şah dövrünə düşür, ya da bəlkə də bilmirəm. Qızıl Arslan da ola bilər. Mən tarixçi deyiləm, mən çıxışlarımda sizə demişəm. Amma bu var. Rəhmətli Ziya Bünyadovun Atabəylər dövləti kitabında bu barədə məlumat var. O şəhərin adı Xərəşnədir. Gürcülər bunun adını dəyişib qoydular Tbilisi. İndi Gürcüdən sən soruş ki, balam, Tbilisi nə deməkdir? Dünyada sənə izah edə bilməz. Tel-Oba şəhərini, Tel-Obadır, yaşayış məskənidir, adını qoydular Tel-Avi. Borçalıda neçə yaşayış məntəqələrinin, böyük şəhərlərin adlarını dəyişiblər, siz də bilirsiniz onu. Marnivolidir, Manisi, nə bilim, və əxir və s. İndi bu Xərəşnəni Alparslan verdi, Nadir Şah da gəldi, yoxsa Şah Abbas məncə. Şah Abbas verdi, Borçalını bir dənə imza ilə götürdü, verdi Gürcülərə. O vaxtdan da bu Gürcülər oranın dədə-baba torpaqları kimi istifadə edirlər. İndi o qədər həyasızlaşıblar. Bu yaşayış, mən Borçalını, nə bilim, baş keçid, nədirsə onların adları dəyişib Gürcü adları qoymaqları bir yana dursun. İndi bax, hal-hazırda bunlar keçiblər kəndlərin adlarını Gürcüləşdirməyə. Kəmərlini Kamarlo, nə bilim, və əxir və s.
Bu bizim alimler de susurlar buna. Bu bilirsiz ne deməkdir? Bu yavaş-yavaş tədricən Oğuzlara məxsus torpaqların mənimsənilməsi deməkdir. Gicliklə, bicliklə qoyublar bu dünyada baş verən proseslərdən istifadə edərək və bizim alimlərimizin alimsizliyindən, siyasətçilərimizin də siyasətsizliyindən istifadə edərək bizə məxsus torpaqları mənimsəyirlər. Günlərin birində işlərsiniz ki, hücum ediblər Azərbaycanlılara ki, ya adlarınızı, familiyanızı dəyişdirin, ya da çıxın gedin buradan. Nətər Abxaziyada Acariyada. Acaristanda 60-cı illərdə eləmişlər. Orada çoxlu Türkəm deyənlər var idi. Onları bir də güya qaraçı, fars dilində danışanları, qaraçıları oradan deport elədilər. Onların çoxsu gəldi Azərbaycana. Balakanda, Zaqatala, Qaxda bunlar məskunlaşdılar. Mehdi Şaşvilinin vaxtında. İndi bu tarixdən baş vermiş hadisələrdən niyə bizim hökumətimiz, bizim siyasətçilərimiz, bizim akademiklərimiz niyə nəticə çıxartmırlar? Niyə öz həyəcanlarını bildirmirlər? Bu çox düşündürücü bir haldır. Belə çıxır ki, bu ölkənin idarə olunmasında iştirak edən zümrələr elə ancaq bu xalqın düşmənlərinin dərmanlarına su töyməklə məşğuldurlar. Onları işləməklə məşğuldurlar. Yox, əgər mən dediyim düz deyilsə, Allah hamınızdan üzr istəyirəm, onda fəaliyyətinizi görək də. Fəaliyyətinizi görək. Alazan çayının sol sahili Alban dövləti vaxtından ora Şirək adlanır. Rəhmətli Fəridə Məmmədovanın Qafqaz Albaniyası kitabında o ərazinin adı var. Şirək. O Şirəyin Mingəçevir dənizinə çatan yerində Keşikçi dağı var. Gürcülərlə az qala aramızda filan oldu. Dedilər, yox, ora Keşiş dağıdır. Nə Keşiş? Keşikçi dağıdır. Orada düzdür, böyük bir tikili var. O Qafqaz Albaniyasına məxsus tikililərdir. Ruslar Azərbaycana gələndən sonra o böyük əraziləri ermənilərə, gürcülərə verməklə oradakı xaçlara görə verib, həm də dedilər ki, o hərfləri siz tanımırsınız, götürün, dəyişdirin də, erməniləşdirin, gürcüləşdirin. Onlar 200 ildir ki, o işlərlə məşğuldurlar və bugünə qədər də davam edirlər. İndi bunun qabağını kimsə almalıdır ya yox. Növbəti bir necə deyirlər, qarğaşaya, növbəti bir qonşunun növbəti həyasızlığına hazır olun. Hazır olun. Hemen o Alazan çayının sol sahili Şirek adlandıran yer İyori çayına kadar. Ora bizim Dədəbaba torpağımız olubdu. Hatta 20-ci ildə də o Azərbaycan Demokratik Respublikasının vaxtında da o torpaqlar bizim sayılırdı, bizimki olubdu. Amma Bolşeviklər hakimiyyətə gələndən sonra Stalin oranı saldırdı mübahisəli ərazi kimi. Çünki ermənilərə torpaq verilirdi. Ondan istifadə elədi Stalin. Azərbaycana ait çox əraziləri, mübahisəli yerləri saldırdı, Gürcüstan ərazisi kimi verdirdi onlara. O cümlədən Sığınaq, Ləgidağ olubdu. Sığınaxo, Laqedex, nə bilim nə. Gəl Gürcüdən soruş, bunlar nədir, sözün mənası nədir, közləri də bilmirlər. Qalxdı 5-3 dənə İngiloylar yaşayan yer var. İngiloy Gürcü deyil. Karıştırmayın. Dalgaları xahiş edirəm, karıştırmayın. İngiloy tamamilə başqa bir zümrədir. İngiloy Alban dövlətində ittifaqda olan müxtəlif tayfalardan biridir. Gellər, yeni gellər. Yeni gellər, indi nə olsun, onlar Hristiyan qaldılar, İslamı qəbul eləmədilər. Amma onların da içində çoxu var. Allah Qulaşvili, Gözəlaşvili, Poladaşvili və Şvili var, çoxdur. Eyni ilə də Gürcüstandakı müsəlmanlardan dönmüş, gürcüləşmişlər var. Nadaraşvili və əl-axir və s. Bir millətin ki, valla mən gənə deyirəm, alim deyiləm, tarixçi deyiləm, din xadimi vəbşi deyiləm, mən bir fəhlə babayam. İndi bir-iki dənə kitab oxumuşam, səhifə oradan beynimə düşən şeyləri deyirəm, istəyirsiz inanın, istəyirsiz inanmayın. Amma odur ki,
yanmayan yerdən tüstü çıxmaz. Ziya Bünyadov rəhmətli öz kitabında hava yerə deməmiş. O xərəşnədir. Tiflis deyil, o xərəşnədir. Bütün tarix bilir ki, Nadir Şah getdi ora, onları xainliklərinə görə Rusları Qafqaza çağıran, dəvət edən onlar olub. Bir də Qarabağdakı İsrail Ori. Bunların sayəsində Ruslar Qafqaza yol tapıb gəliblər dənizin qırağı ilə və yol boyu da nə qədər müsəlman dağlıq xalqları var idi. Ubuqlar, Çərkəzlər, nə bilim, Adıgeylər, bunları qıra-qıra, nəslini qıra-qıra, ubuqları vəbşi yox ediblər, tarix səhnəsindən siliblər. Dağıstanda bir dənə ubuq tapmazsan. Yoxdur. Biraz köçüb gediblər, canlarını qutaranlar Türkiyəyə, Türkiyədə yaşayırlar. Gürcülərin Qafqazda sülhlə işləri yoxdur. Fürsət düşən kimi müsəlmanı öldürər, adını dəyişdirməyə məcbur eləyər və yaxud da torpağını qəsb eləyər. İndi də düşüblər Borçalı mahalındakı bizim kəndlərimizin isimlərini dəyişdirməklə. Hələ bu ilə də kifayətlənməyiblər. Həyasızlığın dərəcəsinə bax. O kəndlərin girişlərinə xaç asırlar. Bu nə deməkdir? Ay hökumət, ay Azərbaycan, bəs demirsiniz ki, dünyadakı Azərbaycanlıların hökuməti də bizik, idarə eləyəni də bizik, himayədarı da bizik. Himayə olun da, himayə eləyin. Himayə eləyin. Əgər oradakı bizim Azərbaycanlı Oğuz qardaşlarımız, qara papaqlar Gürcülərə qarşı, Gürcü hökumətinə qarşı bir hərəkətlər eləyirsə, onu alqışlamırıq, olmaz. Əmin-amanlıq ölkədə, nəinki orada, hər yerdə əmin-amanlıq qorunmalıdır və bizimkilər əmin-amanlığın qorunmasında, təmin olunmasında iştirak eləməlidirlər. Amma onların oradakı kimliyini, varlığını, mənəviyyatını, əxlaqını, mədəniyyətini, tarixini məhv eləməyə çağırırsa, təşəbbüs göstərilirsə, onlar etirazını bildirməlidir və onların haqqıdır. Beynəlxalq hüquqla da haqqıdır, millət olaraq da haqqıdır, Quran-ı Kərimlə də haqqıdır, bir türk olaraq da haqqıdır. Türk heç vaxt heç kəsə boyunduruq olmamalıdır. Olursa da təqsir onun öz təqsiridir. O onu istəyib olur, Allah istəmir. O istəyir, olur. Onda da cəzasını çəksin. Və çəkmədikdə zülm cəza qalmır. Nətər ki, bizim başımıza ermənilər açan kimi. İndi bu ermənilər başqa bir konudur, oraya mən toxunmaq istəmirəm. Gürcüstanla əlaqədar biraz danışdım. O mübahisəli torpaqlar, Şah Abbasın verdiyi torpaqlar, hamısının, necə deyərlər, dəftərləri yavaş-yavaş qaldırılmalıdır, oxunmalıdır, fikir bildirilməlidir. Yox, əgər Gürcülər belə eləyəcəksə, o yaşayış məntəqələrinin adını dəyişdirir, davam eləyəcəklərsə və o bizim qardaşlarımıza, bacılarımıza olar, gözü görünməyən zülümləri başlayacaqlar eləməyə, onda Azərbaycan hökuməti də öz sözünü deməlidir. Bizim torpaqlarımızı geri qaytarın. Bizim torpaqlarımızı. İllahdakı Şirək. Şirək heç bir qanuna, heç bir referenduma əsaslanmadan nətər Zəngəzuru veriblərsə, oranda elə veriblər. Nətər Göyçə verilibsə, Şirək də elə verilib Gürcülərə. Qaytarılmalıdır. Ən azından orada yaşayan, az qala orada yaşayan əhalinin yarıdan çoxu Şəkinin Göynük mahalının cəmaətidir, yaşayırlar, qalıblar. Sərhəd çəkiləndən sonra qalıblar orada. Ailələri, külfətləri, təsərrüfatları, yaşayışları gəlməyiblər bu yana, qalıblar orada. Düz elifdə qalıblar. Amma onların taleyi ilə maraqlanan varmı? Onlardan bir nəfər ortaya çıxan varmı? Oxumuş varmı? Onlar Gürcüləşib boyunlarından xaç asmayıblar ki. Bu ilə maraqlanmaq lazımdır. Vətəndaşları öz başına harada gəldi bıraxmaq olmaz. Dərbənddən Təbrizə, Təbrizdən Kərkükə, Kərkükdən Hələbə, o cümlədən Rey, Xorasan, İsfahan, Həmədan, bunlar hamısı və adlarını sadalamadığım yerlər belə Azərbaycan torpaqlarıdır. O cümlədən Azərbaycan torpaqlarının birini də mən hökumətimizin diqqətinə çatdırım. 20-ci illərin xəritəsində, inzibati xəritədə 20-ci illərin
İndi bilməm 26-cı ilin xəritəsidir, 25-indi, 20 nə bilim neçənindir. O xəritədə Türkmenistanla İran arasında dənizin sahilində az qala bu Azərbaycanın yarısı boyda yer var idi, Azərbaycana bağlı bizim torpağımız. Baxın, qaldırın xəritələri baxın. O torpaq kimə verildi, niyə verildi? Niyə? Bunu da bir analiz eləmək lazım. Bu torpaqlarımız elə xəşli gedirlər. Elə bir dədələrin torpağıdır. Ha, mənim deyil. Deməli, belə çıxır ki, bu idarə eləyənlər bu xalqdan deyil də. Ona görə bizim torpaqlarımızı gənə də şükür olsun Allah'ımıza ki, prezident kimi prezidentimiz var. Yumruğunu vurdu kardeşim. Nerede? Qarabağ bizim dədə-baba torpağımızdır. Zəngəzur bizim torpağımızdır. Qərbi hələ İrəvan da bizimkidir. Bu cəsarət tapıb deyən yeganə rəhbər işçidir. Və bu alimlər harada olublar? Alimlər niyə əsərlərini qoymurlar? Hani bu tarixçilər, hani o dövrdən qalmış siyasəti eşələyənlər? Axtarın tapın da bu partiya sənədlərini, nə bilim konferansları, o birisiləri, bu birisiləri qoyun ortaya. Hansı yolla, hansı bizliklə, hansı gizliklə verilir bu torpaqlar? El bir olsa zərbi kərə sındırar. Gürcüstanda yaşayan qardaşlarımız, qara papaqlar, qara çöplülər, siz Gürcü hökumətinin yanlış hərəkətlərinə sizi aşağılayan, sizin mənliyinizi silməyə çalışan, əxlaq və mədəniyyətinizə mane ola biləcək hər hərəkətlərinə sivil qaydada, qanunlar çərçivəsində etirazınızı bildirin. İtirazınızı bildirməlisiniz də. Yoxsa günlərin birində sizi məcbur edəcəklər döşünüzdən xaç asasız. Yəni onsuz da indi elə yaşayırsınız, arağınız bol, çaxırınız bol, donquz əti bol, o birisi bol, bu birisi bol. Elə bir növü onlar tərzdə yaşayırsınız. Bu doğru deyil. Sizin bu yaşam tərziniz Türk övladına, illah da ki müsəlmana yaraşan həyat tərzi deyil. Məncə sizin də içinizdə kifayət qədər ağsaqqallar var, ziyalılar var. Sizə doğrunu, düzgünü öyrədə biləcək, başa sala biləcək və sizin birliyinizi qoruyub təmin edə biləcək ağsaqqallarınız var. Böyüyün sözünü eşitməyən böyrə qalar. Böyüklərinizə qulaq asın. Sözünüz bir olsun. Qamsaxur yəni əkdiyi o nifrət toxumu ilə davam edən Gürcü hökumətinin ağlını başına qoyun. Allah sizə yar olsun, Allah sizin köməyiniz olsun, Allah hər işdə sizin köməyinizə çatsın və Allah birliyinizi qorusun. Allah doğru olan yoldan sizi çaşdırmasın, çıxartmasın. Məndən bu qədər. Allah hamınızı qorusun. Sağ olun.